Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu mənim kanalımda ilk videomdur. İlk videomda vision board eləmək istədim, yəni xəyal panosu. 3 ildir ki, mən xəyal panosu eləyirəm və bir neçə çox şeyi gerçəkləşdirmişəm. Düzü, keçən ilki xəyal panom burada deyil deyə göstərə bilmirəm, amma bir çox gerçəkləşdiyinə görə bu ildə sizlə eləməyə qərar verdim. Qızlar, bu xəyal panosundan bir çox insanların məlumatı var, amma olmayanlar üçün deyim nə deməkdir. Yəni biz gerçəkləşməsini istədiyimiz şeylərin şəklini bir tabloya və yaxud bir vərəqə nəsə şəklini yapışdırırıq və daim gözümüzün qarşısında tutmağa çalışırıq. Onu olmuş şəkildə düşünürük, gözümüzün qarşısına gətiririk və tam olmuş kimi onu xəyal edirik. Əslində bu vision boardu 2 ya və yaxud 5 il ərzində gerçəkləşməsini istədiyiniz şeylər də qoya bilərsiniz. Amma mən 1 ildən yanayam. Çünki mənim qərarlarım çox tez dəyişir və hər il istədiklərimiz şeylər dəyişdiyinə görə 1 il ərzində gerçəkləşməsini istədiyimiz şeyləri qoyacağam. Və mən 50-nin 70-də bir dənə belə bir tablo almışam. Əslində daha balaca boyunu almışdım. Prosta gördüm ki, mənim xəyallarım bu qədər az deyil. Ona görə daha böyüsünü seçdim. Və burada da çıxartdırdığım şəkillərdir. Burada da bəzisini kəsmişəm. Bunları hazırlayacağıq. Mən Pinterestdən şəkillərini çəkmişəm, götürmüşəm yəni. Sonra da çapa vermişəm. Çıxardıblar. Belə bir şeylərdir. Çünki orada bizim düşüncələrimizə uyğun, göz zövqümüzə uyğun daha çox çeşid var. Onun üçün oradan seçmək daha asandır. Sonra bunları kəsəcək. Axırda da tam tablomuzu hazır eləyəcək bu şəkildə. Qızlar, vision boardla bağlı hər hansı bir sualınız olsa mütləq yazın. Mən hər birini cavablandıracağam. Vision boardumu hazırladım. Əslində video olaraq paylaşacaqdım. Yəni çəkməyimi falan, yapışdırmağımı. Amma yadımdan çıxdığına görə dedim tam hazırlayayım və sonra davam edeyim videoya. Vision boardum bu şəkildə hazırlamışam və bu şəkildə olub. Çox qəşəngdir. İlk öncə başlıqdan başlayıram. Baş həkim yanında medsestra işləmək istəyirəm və tibb üzrə də davam edirəm. Başa pul qoymuşam. Bu il ruzili bərəkətli pullar qazanmaq istəyirəm. İstəyirəm pulum çox bərəkətli olsun. Bura çiçəklər qoymuşam, hədiyyələr qoymuşam. Bu da istəyirəm ki, mənə bol hədiyyələr, bol çiçəklər gəlsin. Bura konsert qoymuşam. Yəni bu il istəyirəm çoxlu konsertlərə gedib əylənim. Bura qızıl qoymuşam. Yəni bu il istəyirəm bol qızıllarım olsun, qızıllar alım, eləyim, yatırım eləyim də, yəni başa düşdünüz. Bura İhlas surəsi, burada ayət-i kürsün qoymuşam ki, daha etkili olsun. Və bura Bakı qoymuşam. Burada Bakı qoymuşam. Bakıdan ev istəyirəm. Burada bir dənə ev qoymuşam. Binadan evdir, səhv eləmirəmsə. Yəni həyət evi də ola bilər, amma ev olsun, qəşəng ev olsun, qəşəng yerdə olsun. Burada Fatihə surəsini qoymuşam. Bura Türkiyəni qoymuşam və tətil eləmək istəyirəm Türkiyədə. Burada valiz qoymuşam. Bura nə qoymuşam? Burayı ilə qurtardıq. Burada tətillərə gedib qəşəng şəkillər çəkdirmək istəyirəm. YouTube üzrə həqiqətən davamlı olaraq videolar atmaq istəyirəm. Yəni YouTube-da böyümək istəyirəm də, başa düşdünüz. Burada YouTube-da videolar editləyirəm. Ondan sonra burada qəşəng bir motivasiya qoymuşam ki, görün motivasiya olum. Burada da ki, çoxlu istəyirəm ki, hədiyyələr nə idi? Alış-veriş eləyim özüm üçün. Burada istəyirəm ki, mənim necə deyim, PR paketlər gəlsin, başa düşdünüz, hədiyyələr gəlsin Instagram üzrənim. Belə böyük, nətər deyim onu? Markalarla falan çalışmaq istəyirəm. Bunu onun üçün qoymuşam, bunu qoymuşam, sonra markalarla çalışmaq üçün. Burada yəni iş anlaşmalarım olsun, çəkilişə falan gedim deyə qoymuşam. Burada Instagramda böyümək istəyirəm və burada da qoymuşam, yenə YouTube qoymuşam. Bu nədir?
yəni YouTube-da necə deyim, o anlaşmalar olur, sənə PR paketləri göndərirlər ki, çəkiliş eləyin. Bax, bu da onun üçün qoymuşam. Sonra bunun yanında Prava var. Pravada istəyirəm ki, həqiqətən bu il alım. Nəsib olsa bir dənə də maşın alım. Prosta maşını qoyacaq qədər cəsarətli deyiləm deyə şey qoymuşam. Prava qoymuşam. Yenə burada PR paketlərdir. Burada TikTokda böyümək istəyirəm. Yəni vəbşə böyümək istəyirəm, başa düşdünüz? Bəyənlərdir, nə bilim, kaydlardır falandır. Orada Instagram bəyənisidir, bir dəqiqə görünür. Burada da Instagram bəyənisi, yorumları, takiblərdir. Yenə burada çəkilişdir. Sonra da dəftər qoymuşam. Yəni mən həqiqətən manifestlərədir, yazmağadır. O qədər çox inanıram ki, yəni istəsəz buna aid bir dənə video da çəkə bilərəm siz üçün. Yəni mən yazdığım hər şey gerçək olduğuna görə buna da qoymuşam ki, düzənli olaraq yazım ki, yəni arzularım daha çox tez gerçəkləşsin. Burada sağlamlıq qoymuşam, ürək qoymuşam, yəni sağlam olum. Ondan sonra burada idman qoymuşam ki, düzənli idmana gedim, orada sağlam qidalanmaq üçün. Bir dəqiqə görünmür. Sağlam qidalanmaq üçün tərəvəzli falan da onları qoymuşam. Burada kilo qoymuşam. 49 kiloya düşmək istəyirəm, amma mən hal-hazırda 60 kiloyam. Sağlam şəkildə 49 kiloya düşmək istəyirəm, yəni 48 də ola bilər, 47 də ola bilər. Burada dərimin pürüzsüz olmağını istəmişəm və özümə vaxt ayırmaq istəmişəm, yəni meditasiya eləmək istəyirəm, özümə odaqlanmaq istəyirəm. Burada burun əməliyyatı qoymuşam. İnşallah ki, istədiyim kimi sağ-salamat burun əməliyyatı keçirdərəm. Sağlam şəkildə, heç bir problem olmadan istədiyim şəkildə də burnum alınır inşallah. Burada da gülücük qoymuşam. Burada da gülücük qoymuşam. Həm dişlərimin rəngini dəyişdirmək istəyirəm, həm də xoşbəxt olmaq istəyirəm. O mənada da qoymuşam ki, yəni həmişə gülüm, xoşbəxt olum. Yəni xoşbəxt olacağım şeylər çıxsın qarşıma hər zaman. Bunun üçün qoymuşam. Burada da kitab oxumaq insanın nitqini düzəldir. Və mən çox az kitab oxuyuram. Yəni hesablasam 20 yaşımdan 20 dənə kitab oxumamışam, belə deyim. Sizə oxumamışam da, yəni deyirəm hesablasam oxumamışam deyirəm. Sonra burada şey qoymuşam, pasport qoymuşam ki, yəni xaricə gedim. Qəşəng postlar çəkim, siz üçün paylaşım. Yəni sonra yenə editlər qoymuşam. Burada da yenə editlərdir. Sonra burada iş anlaşmalarımdır. İstəyirəm böyük iş anlaşmalarım olsun. Hamısı da uğurlu keçsin inşallah. Bu onun üçün qoymuşam və burada da şəkil çəkmək üçün kamera var ya, o bütün Instagram qızların çəkdirdiyi o kameradan qoymuşam. Burada da Instagram izlənməmdir, yəni çox istəyirəm izlənsin falan fistan. Burada tez durmaq istəyirəm yuxudan. Sonra iPhone 17 istəmişəm və iPhone 17 düşünürəm ki, yaxın zamanda alacağam. Burada yenə Bakını qoymuşam, Bakıya köçmək istəyirəm tamamilə. Burada yenə hədiyyələr qoymuşam və ingilis dili kursuna getmək istəyirəm. B2 səviyyəsinə gəlmək istəyirəm bu il. Əslində bu illəri getdim, amma yarımçıq qoydum. Düşünürəm ki, ikincik qoymaram və sertifikatlar almaq istəyirəm. Ancaq istəyirəm özümü gelişdirim, ancaq istəyirəm ki, hər şey haqqında məlumatım olsun. Kimsə mənə deyəndə mən ona tupoy baxmayayım ki, mən bu haqda məlumatım yoxdur. Yəni sertifikatlarda qoymuşam ki, hər şeyə, bütün kurslara gedib məlumatım olsun. Yəni qızlar bu qədər idi mənim vision boardum. Əslində çox böyük deyil, amma yaxşıdır da, yəni. Bu qədər. Siz bu videonu gördüyünüz zaman, əgər ki vision boardunuzu hazırlamamısınızsa, yəni gedib hazırlaya bilərsiniz, şəkilləri alıb və yaxud da tablonu alıb yapışdıra bilərsiniz. Amma istəsiniz tablo almaq istəmirsinizsə, bir dəftərə yapışdıra bilərsiniz. Yəni ya 2025-in axırları ya da ki 2026-nın birinci həftəsi falan da düzəldə bilərsiniz. Bayram günü də düzəldə bilərsiniz. Bu şey sizdən asılı bir şeydir. Amma mən düşünürəm ki, hər kəs vision board düzəlməlidir. Çünki bu adamın necə deyim, həyatında çox şey qatır və istər-istəməz çoxsu gerçəkləşir. Həqiqətən bu gerçək olan bir şeydir. İnşallah ki, gələn illəri 100K olaram. Çox xahiş edirəm, videoma bəyənib, kanalıma abunə olmağı unutmayın. Və inşallah hansıları gələn il gerçəkləşdi. İnşallah ki, hamısı gerçəkləşər. Onların hamısını bir-bir paylaşacağım və necə olduğunu da paylaşacağım. Yəni bu qədər idi. Kanalıma abunə olub videomu bəyənməyi unutmayın.